YouTube kanalıma hoş gelmişsiniz. Bugün ben ilk videomu paylaşacağım. Bu kanalı açmamda tek məqsəd daha disiplinli, daha rutinlərinə əməl edən bir Fatimə olmaqdır. Mən ilk videoda sizlə çox göz teması qura bilməyəcəm. Daha çox deməli sağa sola baxacağım. İnşallah ki narahat olmarsınız. Mən bir həftəlik ki 75 günlük challenge başlamışam. Bugün 7-ci gündəyəm və 7 gün ərzində elədiklərimi belə hər gün not almışam. Mən əvvəl çox az addım atardım bir həftə qabaq. Amma mən hər challenge olaraq başlamamışam. İlk öncə onu da deyim, mediumdan başladım. Çünki mən həyatımı birdən dəyişəndə heç vaxt sona qədər getmir. Ona görə yavaş-yavaş özümə çox qadağa qoymadan hər şeyi azalda. Yəni birdən limitləmək istəmirəm özümü. Bu səbəbdən yavaş-yavaş azaldıram. Və baxırıq birinci günə. İlk öncə məncə before after kimi bir şey eləyək. Ondan sonra deməli, mən əvvəl yuxudan durmaqda və yatmaqda çox əziyyət çəkirdim. Düzdür, bu son 3 gündə də çox əziyyət çəkirdim. İşləyəm arxadan keçir. Son 3 gündə çox pis əziyyətlər çəkirdim. Başım ağrıyırdı. Düşünürəm ki, bunun səbəbi sabahki donlaydı. Amma bəlkə də həyat tərzini dəyişirəm deyə o da ola bilər. Çünki mən də vaxt kofeini falan azaltmışam. Mənim baş ağrım çox pis olub. İndi başlayırıq birinci gündən elədiklərimdən hər şeyə yazmışam. İlk öncə burada var səhərlər namaza oyanmaq. Mən bunu çox yaxşı 4 gün elədim. Sonra baş ağrı səbəbindən eləyə bilmirdim. Neçə gündür namazlarım qalıb. Bunu mən həqiqətən həyat tərzini çevirmək istəyirəm. O həyat rutinimdə olsun istəyirəm. Yəni 5 dəfə ibadətlərimi gündə 5 dəfə, yəni nədir ki, toplasa 1 saat eləmir. Yəni ibadətimə, Allahıma vaxt ayırmaq istəyirəm. Bunu eləmədikcə özümü çox narahat hiss edirəm. İşdən düzdür çıxıb gedib namaz qılmaq olmur. Amma istəyirəm ki, həyatımda hər şeyi namaza görə planlayıram. Yəni namazı yox, bugün alınmayacaq, işim var, elə olsun istəmirəm. Nəsə işim çıxanda yox, mən saat 1-dən 12-1 arası boş deyiləm, namazlarım var demək istəyirəm. Yəni bu hala gəlmək istəyirəm. Bunun üçün yavaş-yavaş addım atıram. İnşallah bir gün xəyalımdakı kimi olar namaz, ibadət planlarım. Sonra günü planlamaq. Mən günü səhər planlamaqdan çox axşam planlamağı sevirəm. Çünki sabah planlayanda axşamdan daha rahat yatıram. Amma belə qarışıq olanda sabahım necə keçəcək filan başlaya bilmirəm. Günə başlaya bilmirəm. Ona görə axşamdan planlamaq mənə yaxşı gəlir. Burada 3-cü Pilates fitness yazmışam. Pilates fitnessi mən ilk 3 gün başlaya bilmədim. Həm işlə, iş, addım sayı bunları tamamlamağa çalışırdım. Bu səbəbdən ilk 3 gün başlamadım. Bugün 4-cü gün olacaq ki, mən həm fitness, həm pilates, zumbaya belə getmişəm. Yəni push-up uzundan gedirəm deyə müxtəlif şeylər sınaya bilirəm. Hətta o gün yaxın dostum avar çəkmə dedi, ona da getmək istəyirəm. Yəni əlimdə belə bir fürsət varkən hər şeyi yoxlamaq istəyirəm. Sonra 10.000 addım. Bu 10.000 addım necə bir şeydir? Əgər həftə sonudursa və yaxud da ki, boş vaxtım varsa okeydir. Yəni zaten burada oluram və fitnessə və yaxud da ki, pilatesə getdiyim üçün 10.000 addım atmağım biraz qəribədir. Yəni günüm zaten hərəkətli keçir və mənim telefon hər an yanımda olmur ki, mən hər gün o 10.000-i sizə göstərə bileyim. Amma çalışdığım qədər ilk gün 16.000 addım atmışdım. İşdən çıxıb bayağı piyada getmişdim. Amma yenə də çalışdığım qədər atmağa çalışıram. Məsələn, dünən 9.000 atmışam. Ondan qabaqki gün 6.000 addım atmışam. Yəni, necə deyim, hər gün eyni olacaq deyə bir şey yoxdur. Çünki hər gün başqa işlər, başqa yerlərdə oluram və hər gün yerimək fürsətim olmur. Bir yerə gecikirəm, avtobusdan, taksiden istifadə edirəm. Və bu səbəbdən 10.000 atmamağım bayağı normaldır. Sonra bura gəlir 3 litr su. Mən çox pis bunu abartmışam. Hətta dünən səhər 1-2 saat gec su içdim. Dudağım falan çox qurumuşdu.
Amma 3 litr suyumu içirəm, hətta daha çox içirəm. 3 litr, amma yəni buradan içirəm, buradan da yəni bədənimdən tez çıxır o su. Bilmirəm bu nə qədər yaxşıdır ya yox, amma belə. Yaşıl çayı içirəm, amma çox az, 2-3 gündən bir içirəm. Qara çay ümumiyyətlə içmirəm, amma kofe yəni kofe ilə azalda bilmirəm, səhər bunsuz oyana bilmirəm. 2 gün denedim, məncə baş ağrımın olma səbəbindən biri də bunu kəsməyim idi. Gündə 2 stəkan içən birinin birdən-birə heç içməməsi məncə normaldır yorulmağı. Yəni o hisslər yaşamağı. Ona görə gündə bir dəfəyə salmışam. Yavaş-yavaş da kəsəcəm, həyatımdan çıxardacağam. Sonra burada gəlir, burada yazmışam ki 7-dən sonra yemək. Təbii ki bu impossible-dır. Mən pilatesə gedirəm. Günorta 1-2 arası yemək yeyirəm. Pilatesə gedirəm axşam. Pilatesdən çıxandan sonra nəsə yemək istəyir canım və yeyirəm. İşdən 6-da çıxdığımı nəzər alsam, bu biraz olmur və mən yeməyi pilatesdən qabaq eləməliyim ki, mənim bu həm gecə yatmağıma müsbət təsir eləsin, həm də ki kiloma müsbət təsir eləsin. Yoxsa mənfi təsir edəcək. Deməli, gündə minimum 10 səhifə kitab. Bu necə işləyir? Mən oxudum. Yarımçıq qalan kitablarım var idi, onları oxudum, qutardı. Amma məcbur deyiləm hər gün bunu oxumağa. Onun yerinə məqalə və yaxud da ki, nə bilim, sosial mediada hər hansısa bir blog, onu oxuyuram. Mənim üçün faydalı olan bir şey. Burada həmçinin şey var, 1 saat, necə deyim, 1 saat mənə inkişaf elətdirəcək nəyəsə baxmaq. Bunun yerinə mən podcast dinləməyə çalışıram. Hər gün bunda eləməyim bəzən olmur. Yəni, hər gün qulaq asmıram, amma 2 gün falan qulaq asmamışam. Dünən məsəl üçün heç nəyə qulaq asmamışam. Belə. Əslində ingilisində bir qız var, onun YouTube videolarına baxıram. Çox xoşum gəlir. İndi bura kanalında tapsam yerləşdirərəm. Elə şeylərə baxıram, o da öz şəxsi inkişafını paylaşıb edir, çox xoşum gəlir. Amma bu qədər, yəni o mənə çox şey qatmır, düşünürəm, amma qatır, bəzi şeylər qatır. Nəysə, o da belə. Burada var ki, nəsə paylaşmaq. Mən paylaşa bilmirəm, yəni sosial mediada aktivəm, amma ki, istədiyim aktivlik yoxdur. Hər gün Reels, hər gün story paylaşıram, amma necə deyim, getdiyim yer olur, yediyim yemək olur. Yəni bir story davamlılığım yoxdur. Bu məni çox narahat eləmir. Çünki yəni yavaş-yavaş həftədə bir dəfə Reels atsam, 10 gündən də ayda bir dəfə də atsam mənim üçün okeydir. Hələ ki mən sosial mediada çox böyümək istəmirəm. Buna görə normaldır. Xoşum gələn, mənim bəyəndiyim şeyləri paylaşıram ki, bəlkə kimsə də görüb bəyənib eləyər. Bu qədər. Burada var axşam namazları. Burada mən saata uyğun bölmüşəm deyə belə olur. Mən çox yaxşı axşam namazlarını qılıram. Amma sübhü qılmıram deyə şey gəlir də, qəlbə istəyirəm ki, kaş sübh namazına da tam oyana bilsəm, gün ortanı qəzəyə salınasam. Amma olmur. Burada bir də həftəlik planlarım var. Self-care, mən dünən çox gözəl maskalar elədim. Mən bəzi şeyləri paylaşmaq modumdan asılıdır. Eləyirəm, əgər modumdadsa paylaşıram, deyilsə paylaşmıram. Yəni belə, çox gözəl üz baxım eləmişəm dünən, nə bilim, başım yumuşam, belə şeylər eləmişəm və bu çox yaxşı təsir edib. Düzdür, bir həftə bugün tamam olur, bugün də eləyə bilərəm. Amma yenə də. Sonra burada o bir səhifədə fərqli bir şey görmürəm. Bir də pilates, mən çox sevdiyim şeylərdən biri. Pilates'e başlamaqdır. Mən mitingə qoşulmuşam, amma xəbərim yoxdur. Telefondan baxıb deyəcəkdim sizə. Baxa bilmirəm, telefonda video çəkirəm. Hər neysə, bu 10 gün, 7 gündə həyatımda dəyişən gözəl şeylər deyim. Bilirsiniz necə davamlılıq. Mən əvvəl həftə sonları heç addım atmasında evdə olardım. Maksimum addım sayım 1000 olardı. Amma indi 6000, 7000, 10000, 16000 olması mənim necə deyim, yəni bunu məcbur deyiləm. Bunu sadəcə eləmək istədiyim üçün eləyirəm.
və bu çox yaxşı hiss elətdirir. Mənim zaten həmişə xəyalımdakı həyat disiplinli, səhər rutinləri olan, axşam rutinləri olan bir faytim olub. Bu səbəbdən mən çox özümü xoşbəxt hiss edirəm ki, yəni bunu edə bilirəm. Lakin həmişə özümə ertələmək türkçəsində bir söz var. Ertələyirdim ki, hər bəzi şeylər tamam olsun, ondan sonra başlayayım. Yəni bir yerdən başlamaq okeydir. Yəni hər şey mükəmməl olacaq deyə bir şey yoxdur. Hər gün 10.000 addım atacağam, hər gün pilatesə gedəcəm. Hər gün, məsəl üçün dünən yəni burada yoxdur. Amma dünən çox pis canım şirniyyat çəkirdi. Belə barlar alıb yemişəm. Və yaxud da ki, kofenin özü azalda bilmirəm. Və bilirəm ki, bunu azalsa mən başım ağrıyacaq, özümü yaxşı hiss eləməyəcəm. Və bu səbəbdən mən onu həmişə istifadə eləməyə çalışmışam. İstifadə eləmək deyəndə, yəni özümü xoşbəxt eləməyə çalışmışam. Yəni bir şey eləməyib, sıfır xoşbəxt olmaq heç yaxşı bir şey deyil. Yəni əsas mental olaraq özümü çox yaxşı hiss edirəm. Nəsə yeyəndə, 7-dən sonra bir şey yeyəndə özümü günahlandırmam ki, Fatimə, sən bugün onu eləmədin. 10.000 addım atmayanda özümü günahlandırmıram. Çünki hələ ilk həftəsindəyəm. Bizim qabaqda 9 həftəmiz var. 75 günlük, 10 həftəmiz var. 75 günlük challenge-ın ilk bir həftəsini qısa özetləməyə çalışdım. Hələ ki bəyənmədiyim yuxu var. Çünki yuxum çox az olur. 3-də yatıram, 7-də dururam, 8-də dururam. Və bu çox, bəlkə, necə deyim, daha produktiv ola bilərdim. Yuxum düzəlsə, amma alınmır bəzi səbəblərdən. Amma çalışdığım qədər dediyim kimi ilk həftədəyəm və ona görə bunun yavaş olması məni narahat eləmir. Zamanla yavaş-yavaş inanıram ki, düzəldəcəm. Əsas odur ki, davam edirəm və bu davam eləmək mənə yaxşı hiss elətdirir. Belə, çox danışdım. Yox, 12 dəqiqə danışıram, amma özümü xoşbəxt hiss elədim və bu videonu çəkib paylaşıram ki, gələcəkdə buna baxanda deyim ki, Fatimə, I have did it. Bunu elədin sən. Yəni bunu demək istəyirəm. Ona görə nəysə, sallaşa bilmirəm. Çalışacağam həftədə bir dəfə bura video atım. Həftəmin necə keçdiyini, bu challenge-ın mənə qatdıqlarını, məndən aldıqlarını, hər şeyi danışmaq istəyirəm. Belə, nəysə, çox sağ olun məni dinlədiyiniz üçün. Gələn videolarda görüşənədək.